Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri ikitərəfli münasibətlərin normallaşması kimi oxunsa da, görüşün məhz indi Yaxın Şərqdə gərginliyin artdığı bir dönəmdə baş tutması diqqətdən yayınmır. Görüş Ermənistan tərəfinin təşəbbüsü ilə yox, Türkiyə prezidentinin dəvəti ilə reallaşıb. Şərhçilər deyir ki, Ankara bölgədə təşəbbüsü əldən vermək istəmir. Görüşün İstanbulda və məhz bu zaman Yaxın Şərqdə İran ətrafında artan hərbi gərginlik fonunda Paşinyanın bu dəvətə yox deməməsi isə onun öz prioritetlərini, xüsusilə də Qərbə inteqrasiya və İranla balans siyasət arasında seçim mərhələsinə daxil olduğunu göstərir. Görüşün Ermənistanla Azərbaycan arasında münasibətlərin bundan sonraki təsirinə gəlincə, biz hər zaman çıxışımızda deyirdik ki, Ermənistan Azərbaycanla Türkiyənin yanında yer alarsa, bu onun üçün müsbət məqamlar vəd edə bilər. İndi görünür ki, Paşinyan artıq bu istiqamətdə addımlar atmaq istəyir. Əgər həqiqətən də ilk növbədə Azərbaycanın tələblərini yerinə yetirərək, daha sonra da Türkiyə ilə bağlı problemli məsələləri həll etmək istiqamətində addımlar ataraq, Azərbaycanla Türkiyə ilə münasibətləri sivil məcrada davam etdirmək niyyətində olarsa, buna ancaq müsbət qarşılamaq olar. Şərhçilər deyir ki, əgər bu görüşdən sonra sülh müqaviləsi və sərhədlərin delimitasiyası ilə bağlı daha konkret addımlar atılarsa, yalnız bu zaman İrəvanın yeni xarici siyasət kursundan danışmaq mümkün olacaq. Əks halda bu görüşdə əvvəlkilər kimi sadəcə fotolar və bəyanatlar səviyyəsində qalacaq. Fidan Səfər, Space xəbər.